Hacı, adətən İslamın müxtəlif məzhəbləri Ramazan ayının başlanmasını müxtəlif günlərdə başlayırlar və sonda da müxtəlif vaxtlarda bitir. Bu il fərqlidir vəziyyət. Nə ilə bağlıdır bu, necədir? Ümumiyyətlə, bunu qeyd edeyim ki, Ramazan ayının gəlişi və bayram məsələsi sırf dini və elmi bir məsələdir. Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasına müraciət edir. Orada mütəxəssislər ayın görünəcəyini ehtimallar əsasında elmi hesablamalarla deyirlər və bu ildə Şamaxı Rəsədxanası ayın biri axşam görünəcək ehtimalını irəli sürdü və təbii ki, axşam ay müşahidə olunacaq, yəni baxacaqlar və ay görünsə əgər, sabahdan Ramazan ayının birinci günü sayılır. Hər halda bu məsələlər Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Rəsədxanasının birgə əməkdaşlığı ilə tənzimlənir. Bu qurum həmin rəsədxanaya sorğu göndərir və o sorğuya cavab olaraq ayın görünəcəyi ehtimalları haqqında məlumat verilir. Bunu hansısa başqa dövlətlərlə əlaqələndirmək və yaxud da hansısa bir məzhəb fərqi kimi qabartmaq tamamilə yanlışdır. Bəzən sosial şəbəkələrdə bu kimi müzakirələr olur. Azərbaycan hər zaman bu məsələdə öz elmi mərkəzinin elmi hesablamalarına istinad edib. Hətta mən xatırlayıram ki, mən özüm həmin o ayı müşahidə eləmə prosesində iştirak eləmişəm Telegüllədə. Biz ayın doğulduğu gecədə həmin o prosesi müşahidə edirdik. Yəni burada hansısa bir fərq, ixtilaflı mövzu yoxdur. Bu sırf elmi bir məsələdir, şəriət və elm məsələsidir və bu elmi görüşlərlə dini görüşlər uzlaşdırılır və uyğun nəticə çıxarılır. Ramazan ayının fəlsəfəsi nədən ibarətdir? Əslində Ramazanın dərin bir mənası var və təkcə orucluğun, belə deyək də, qaydaları ilə bağlı deyil, ümumiyyətlə ayın fəlsəfəsi var. Çox gözəl və yerində verilən sualdır. Çünki biz adətən ibadətin zahirinə diqqət yönəldirik və onun həqiqi mənasını, fəlsəfəsini çox zaman düşünmədən bəzi insanlar onu icra edir. Bəli, orucluğun şəriət tərəfi var, hansı əməllərdən çəkinmək. Bunu artıq insanlar demək olar əzbər bilir. Amma orucluğun əsas fəlsəfəsi nədən ibarətdir? Ramazan ayında insan imtina edir. Nələrdənsə imtina etmək. Ümumiyyətlə, imtina etmək insana xas xüsusiyyətdir. Digər canlılar imtina etməyi bacarmır və insanı başqa canlılardan fərqləndirən özünə yox demə bacarığıdır. Və Ramazan ayında biz gün ərzində özümüzə yox deyirik, istəklərimizi cilovlayırıq və özümüzə yox deməklə inkişaf edirik. İstənilən sahədə biz baxsaq, uğur qazanan insanlar, istər idman sahəsində, istər elm sahəsində, istənilən sahədə bu insanlar mütləq və mütləq özlərinə yox deməklə, imtina etməklə, nələrdənsə keçməklə bu dərəcələrə gəlib çatıblar və Allaha doğru gedən yolda da insan oruç tutmaqla özünə yox deməyi tərbiyələndirir, insan öz iradəsini möhkəmləndirir və Allaha doğru gedən yolda bu olduqca önəmli bir məsələdir. Ümumiyyətlə, mən düşünürəm ki, orucluq insanın həyat prioritetlərini dəyişir Ramazan ayı. Bəli, insan dünya üçün çalışmalıdır. Bizim dinimiz tərki dünyalığı qadağan edir. Bizim dinimizdə insan halal ruzu dalıca gedirsə, onun üçün ibadət savabı yazılır. Peyğəmbərimiz buyurur ki, ibadət 10-dursa 9-u halaldan ruzu qazanmaqdır. Bizim dinimiz bekar insanların, yəni hər şeydən özünü təcrid edib ibadətə qapılan insanların ibadətini qəbul etmir. Amma eyni zamanda bizim dinimiz bizə bunu çatdırır ki, dünya sizin üçün son məqsəd deyil. Dünyada şan-şöhrət yarışması, insanların bir-biri ilə öyünməsi, yarışması, dünya malı ilə öyünməsi tamamilə yanlışdır və Ramazan ayında belə demək mümkünsə bir qədər o maddiyyatın səsi alınır və insan mənəviyyata yönəlir. İnsan insan olduğunu hiss edir və ən ibtidai maddi bioloji istəklərindən imtina etməklə bir qədər sanki mələklər aləminə yaxınlaşır. Belə deyək, insan hər addımda, hər an hiss edir ki, addım-addım Allaha doğru hərəkət edir və bütün bunlar insan kimliyinin ortaya çıxması ilə nəticələnir. Ümumiyyətlə, mən düşünürəm ki, bugün dünyada insan kimlik böhranı yaşayır. Mən kiməm sualına düzgün cavab tapa bilməmişik. Filosofların müxtəlif fikirləri var. Kimsə insanı insanın canavarı adlandırır, kimsə başqa dəyərləndirmə irəli sürür insan barədə. Amma Ramazan ayı elə orucla insan kimliyini qabardır ki, insan yalnız maddi hissədən ibarət deyil. İnsanın son məqsədi yemək, içmək, yatmaq deyil. İnsan ali hədəflər üçün yaşamalıdır və öz bioloji istəklərini məhdudlaşdırmaqla həm də mənəvi hissəsini böyütmüş olur. Ona görə də Ramazan ayı əvvəldə sualda qeyd etdiyiniz kimi ac qalıb susuz qalmaq demək deyil.
Peyğəmbərimiz buyurur ki, nə çox insanlar var ki, orucluqdan əldə etdikləri fayda yalnız ac qalıb susuz qalmaq olur. Amma ac qalıb susuz qalmaq deyil, oruc mənəvi təkamülün zəruri bir mərhələsidir. Hər il insanlar oruc vasitəsilə təmizlənir və daxili mənəvi bir hüzura qovuşurlar. Hacı, başqa sözlə desək, Ramazan ayı insanın Allaha daha yaxın olma üçün bir fürsətdir və özünü dərki üçün bir fürsətdir. Azərbaycanda biz tez-tez eşidirik, ümumiyyətlə müsəlman aləmində tez-tez eşidilir. Allah orucunuzu qəbul etsin. Bu, bayaqki sualın bir qədər digər formasıdır, amma tamaşaçılara daha aydın olsun deyənə soruşuram. Biz nə etməliyik ki, Allah bizim orucumuzu qəbul etsin? Çox faydalı və yaxşı sual verirsiniz. Ümumiyyətlə, hədislərdə də qeyd olunur ki, əməlin özündən daha çox onun qəbul olunmasına diqqət edin. Əməli etməklə kifayətlənməyin. Hansı şərtlərlə əməllər qəbul olunur? Əməl edərkən ilk növbədə niyyətə diqqət etməliyik. Niyyət əməlin qəbul olmasının əsas şərtidir. Başlıca şərt niyyətdir. Yəni biz bir xeyirxah işi görəndə onu Allah rizası üçün yerinə yetirməliyik. Kiminsə tərifləməsi, əhsən bərəkallah deməsi bizim üçün məqsədə çevrilməməlidir. İstənilən ibadətin niyyətində qurbətən ilallah sözü var. Qurbətən ilallah yəni Allaha yaxınlaşmaq üçün. Və insan əməli edərkən niyyətində məhz Allah rizasını tutarsa, o zaman insan bilirsiniz, yaxşılıqlarının qarşılığını görməyəndə də ruhdan düşmür. Çünki o qarşısındakı insana xeyirxahlığı onun özünə görə etmirdi. Qarşılığını da ondan gözləmirdi və buna ixlas deyilir dinimizdə. Yəni xalis niyyətlə, təmiz niyyətlə edilən əməllər qəbul olunur. Eyni zamanda əməllər qaydalara uyğun şəkildə icra olunarsa, Allah əməlləri qəbul edir və bir də əməlin qəbul olunmasının ən başlıca şərti günahlardan çəkinməkdir. Bilirsiniz, Quranda ayə var ki, Allah yalnız təqvalılardan əməl qəbul edir. Təqva isə insanı günahdan və pisliklərdən saxlayan bir daxili mexanizmdir. Ona görə də oruç tutub səhərdən axşamacan kiminsə qeybətini eləmək, yalan danışmaq, insanların şəxsi işlərinə müdaxilə etmək, eyblərini araşdırmaq, bütün bunlar orucun qəbul olmasını əngəlləyir və oruc o zaman qəbul olur ki, insan günahlardan çəkinir. Ümumiyyətlə, zaten oruc elə bununla görədir ki, minimum ən zəruri ehtiyaclarımızı bizə qadağan edirsə, deməli biz haramdan, günahdan ümumiyyətlə düşünməməyə çalışmalıyıq. Və bilirsiniz, mən bunu xüsusi vurğulamaq istəyirəm ki, heç bir günahdan çəkinməklə biz nədənsə məhrum olmuruq. Ümumiyyətlə, Allah bizi məhrum etmək üçün yaratmayıb, bəxş etmək üçün yaradıb. Və nəyəsə olmaz deyirsə, deməli o bizim zərərimizədir və sadəcə düşünməklə də biz bunu müəyyən edə bilərik. Məsələn, dinimiz yalan danışmağı qadağan edir, böhtan atmağı qadağan edir, qeybət etməyi və digər bütün günahları biz ağıl süzgəzindən də keçirsək, görərik ki, bunlar bizə zərərli olan əməllərdir və Ramazan ayında da biz bunu sanki məşq edirik bir ay ərzində günahdan çəkinmək və bu mənası bu deyil, Ramazan ayı bitdikdən sonra artıq nə istəsək edə bilərik. Ramazan ayında bunu məşq etməklə sonradan həyatımıza tətbiq etməyə çalışmalıyıq. Ömrümüzün sonuna qədər insan nə qədər az günah edərsə və günahlarından üzrxahlıq edər, üzr istəyərsə daha tez bağışlamalar. Odur ki, Ramazan ayının orucunun qəbul olunmasının birinci şərti niyyətdir. İkinci şərti əməli qaydalara uyğun əməl yerinə yetirməkdir. Üçüncü şərt isə bu əməl zamanı günahlardan çəkinməyə çalışmaqdır. Hacı, sizin dediyinizdən belə anladım, bir qədər ümumiləşdirirəm. Ramazan ayı sanki Allahın bəndəyə insanlığı və insaniyyəti xatırlatdığı bir aydır. Daha çox xatırlatdığı bir aydır və eyni zamanda biz görürük ki, bizim ətrafımızda olan dünya, istər müsəlman ölkələr olsun, istər digər səmavi dinlərin daha geniş yayıldığı ölkələr olsun, bizim dünyada insaniyyətdən get-gedə əlamətlər azalır, çox təəssüflər olsun ki və eyni zamanda Ramazan ayı müsəlmanları, insanları, xalqı birləşdirən bir aydır. Çox gözəl məsələdir. Bəli, Ramazan ayının ictimal, sosial yönü də var. Ramazan ayı sırf fərdi ibadət deyil, Ramazanın orucu. Ramazan ayının orucu həm də hədislərdə qeyd olunduğu kimi zəngin insanların, yoxsulların halından xəbərdar olması üçün bir fürsətdir. Ramazan ayı həmdərdlik xüsusiyyətini yaradır. İftar süfrələrin məhz bu qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün bir fürsətdir. Sosial bərabərlik. Sosial bərabərlik, bəli. Zənginlər yoxsulların halından xəbərdar olsun deyə oruc vacib edildi. Və bilirsiniz, cəmiyyətlərin bugün bu birliyə, vəhdətə ehtiyacı var.
siz də qeyd elədiniz kimi, ümumiyyətlə fikir veririksə, dünyada din faktorundan dövlətləri parçalamaq üçün, xalqları üz-üzə qoymaq üçün istifadə olunur. Məzhəb ayrı seçkiliyi salınır, dinlər qarşı-qarşıya qoyulur, hansısa böyük dövlətlərin, qüdrətlərin, dairələrin maraqlarının icra olunması üçün. Xoşbəxtlikdən Azərbaycanda tariximizdə heç zaman məzhəb ixtilafı olmayıb. Azərbaycan tarixində nəinki ixtilaf, heç kiçik anlaşmazlıq belə olmayıb və Azərbaycan bu baxımdan dünyaya örnək olan bir ölkədir. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və xaricdən Azərbaycana gələn din xadimləri heyrətlərini gizlədə bilmir ki, Azərbaycanda dinlər və məzhəblər arası qardaşlıq mühiti formalaşıb. Və bu bizim tarixi ənənələrimizdir. Bugün dövlət siyasəti də bu istiqamətdə aparılır. Bir zaman bunu bəzi insanlar anlamırdılar ki, bu məsələnin bu qədər qabardılmasının mənası nədir? 44 günlük müharibə zamanı fikir versəniz, düşmən məhz dinlər arası ixtilaf görüntüsü yaratmağa çalışırdı. O zaman bu yolun nə qədər doğru olduğu aşkar oldu. Bütün Azərbaycanda yaşayan konfessiya nümayəndələri hamısı bir vahid mövqedən çıxış elədilər. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Yəni bunu demək istəyirəm ki, bu kimi dəyərlərin möhkəmlənməsində Ramazan ayının orucunun da önəmi çox böyükdür. Ramazan ayı qəlbləri birləşdirmək üçündür. Bayaq qeyd etdiniz, təəssüf ki, bəzi insanlar burada da hansısa bir ixtilaflı nöqtələr tapmağa çalışır, hansısa mübahisələr yaratmağa çalışır və Azərbaycanda olan bu anlaşma mühitini pozmağa cəhd edən xarici dairələr də var, müxtəlif maraqlı qüvvələr də var. Ona görə biz həmişə ayıq-sayıq olmalıyıq ki, ibadət ümumiyyətlə dağıdıcılığa yox, birliyə yönəltməlidir. Mehribanlığa, vəhdətə yönəltməlidir. Cəmiyyətin birliyi, vəhdəti nə qədər möhkəm olarsa, o cəmiyyət inkişaf edir. Fikir ayrılıqları hər bir ölkədə, insanlar arasında, ümumiyyətlə insan varsa fərqli fikirlər var. Amma fərqli fikirləri dinləmək, həzm etmək, danışıq, ünsiyyət mədəniyyəti bizdə formalaşarsa, biz ancaq bu fərqlərdən də öz inkişafımız üçün bəhrələnə bilərik. Ramazan ayının orucu zahirən yalnız az qalmaq kimi görünsə də, amma bütün bu dəyərləri insanlara aşılayır. Bilirsiniz niyə görə? Oruc tutanda insanın egosu zəifləyir. İnsan mən hissi ilə mübarizə aparır. Ego zəiflədiyi zaman isə biz başqalarını görməyə başlayırıq. Digərlərinə mehriban olmağa başlayırıq. Çünki bütün ixtilafların kökündə egoizm dayanır, mənəmlik dayanır. Öz istəklərini mərkəzdə tutmaq. Bütün bu ixtilafların kökündə bu dayanır. Oruc bu egoizmə zərbə vurur. Çünki biz gün ərzində mən hissi ilə mübarizə aparırıq. Ona görə də başqalarını görürük, onlara qarşı mərhəmətli davranırıq və Ramazan ayı bu həmdərdlik, vəhdət və birlik hisslərini gücləndirir. Hacı, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu bir dövrdə bizdə dinlə mübarizə aparılırdı. Azərbaycan xalqının qəlbində din, iman daim yaşayıb, amma bu mübarizə çox güclü idi və Sovet İttifaqı dağılandan sonra, biz müstəqil olandan sonra dini savadlılıq səviyyəsi ölkəmizdə günü-gündən artır. Evet. Amma müəyyən problemlər qalmaqdadır. Necə hesab edirsiniz? Daim Ramazan, orucluq vaxtında bu sual yaranır. Filan kəs namaz qılmırsa, onun orucu qəbul deyil. Evet. Filan kəs namaz qılır, amma oruç tutmur, qəbul deyil. Bu məsələ, din bununla bağlı nə deyir? Bəli, namaz fərqli bir ibadətdir, oruc fərqli bir ibadətdir. Namaz da vacib ibadətdir, oruc da. Amma biz bəzən insanlara bu kimi qəti qərarlar qarşılarına qoymaqla onları dəyərlərdən uzaqlaşdırırıq. Bir insan namaz qılmırsa, tutaq ki, oruc tutmasına niyə mane olmalıyıq? Bir insan oruc tutursa, bunu Allah rızası üçün edir və oruc vasitəsilə Allaha yaxınlaşır. Sonradan həmin o mənəvi hazırlığı yaranar və digər ibadətlərə də onda rəğbət yarana bilər. Ona görə də tamamilə haqlısınız, bilirsiniz, maarifləndirmə səviyyəsi günü-gündən artırılmalıdır. İnsan dinimizin həqiqəti ilə tanış olmalıdır, gənclərimiz xüsusilə. Çünki bilik səviyyəsi, maarifləndirmə səviyyəsi aşağı olanda bundan bu kimi fürsətçil insanlar istifadə edir, təkfirçi, radikal, düşüncəli insanlar meydana düşür, hamını təkfir edir, hamıyla mübarizə aparır. Bir növ əsl müsəlman mənəm obrazı yaranır. Hamıya yuxarıdan aşağı baxmaq. Əksinə, İslamın, müsəlmanlığın ən böyük əsas əlaməti təvazökarlıqdır. İnsan inanclıdırsa təvazökarcasına davranmalıdır. İnsanlardan tələbkar olmamalıdır. Əksinə, güzəştə meyilli olmalıdır. İctimai münasibətlərdə, dostlarla, mənsub olduğu cəmiyyətlə münasibətdə və bu kimi halların aradan qaldırılması üçün maarifləndirmə işləri çox önəmlidir. Qeyd etdiyiniz kimi, bəli, Sovet, ümumiyyətlə, kommunist ideologiyası yeganə ideologiyadır ki, Allahsızlığı Sovet dövlətindən əvvəl mən
düşünmürəm ki, belə bir dövlət olur Elə ki, bir dövlət olmayıb. Allahsızlıq rəsmi dövlət ideologiyası sayılsın və bu təbii ki, öz izini buraxdı, amma müstəqillik dövründə artıq elmi mərkəzlər formalaşır, dini maarifləndirmə səviyyəsi yüksəlir, bu prosesdə mən iştirak edirəm, din xadimlərinin təkmilləşdirmə kursları təşkil olunur, elm ocaqları təsis edilir və bütün bunlar tədricən bu sahədə olan o problemləri də aradan qaldıracaq, amma bu bir tədrici prosesdir və çalışmalıyıq ki, ümumiyyətlə, dini elmi əsaslarla çatdıraq və insanlara, gənclərə müasir dildə bu dəyərləri çatdıraq. Çünki belə olmazsa əgər, o zaman həmin o radikal ünsürlər bu boşluqdan həmişə istifadə etməyə çalışıblar və indi də çalışa bilərlər. Hacı, icazənizlə bəzi suallar var ki, onlar insanlar arasında daim müzakirə olunur və bir qəti cavab almağa çətinlik çəkirlər. Uşaqlar oruç tuta bilərmi? Uşaqların oruç tutması nə dərəcədə düzgündür? Bu məsələ necə tənzimlənməlidir? Dinimizdə yetkinlik həddi buluq yaşı var. Qız uşaqları üçün 9 yaş müəyyən edilib, oğlan uşaqları üçün 15 yaş. Oruc ibadətinə gəldikdə 15 yaşda uşaqlar oruç tutmağa sağlamlığı imkan verirsə, oğlan uşaqları oruç tuta bilər. Qız uşaqları ilə məsələ belədir ki, 9 yaşda uşaq zəifdir deyə dinimiz və bir çox görüşlərdə oruc qız uşaqlarına 9 yaşdan tam vacib olmur. Misal üçün, 2 saat oruç tuta bilər, oruc adı ilə orucu sadəcə ona sevdirmək üçün. Əslində, oruc da deyil, 2 saat onsuz da uşağın müəyyən zaman ac qaldığı müddət olur. Yəni, günü bütövlükdə oruç tutmaq vacib deyil. Çünki onlarda əgər zəiflik olursa, zəifliyə səbəb olursa, ümumiyyətlə, uşaqları və ondan daha az yaşlı uşaqları, yetkinlik yaşına, həddi buluğa çatmamış uşaqları oruca vadar etmək yanlışdır. Ümumiyyətlə, 7 yaşa qədər biz uşaqları ümumiyyətlə nəyəsə məcbur etməməliyik, ümumiyyətlə. Sonradan biz onu təhsilə məcbur edirik, çünki uşaq hələ təhsilin önəmi bilmir və digər məsələlərə. Amma 7 yaşa qədər uşaq ümumiyyətlə sərbəst buraxılmalıdır. Sonradan isə bu dəyərlər insanlar, uşaqlara, övladlarımıza tədricən onların qavrayacağı dildə çatdırılmalıdır və burada dinimiz güzəşt edir ki, qız uşaqları 13 yaşdan sonra artıq özlərində bioloji, cismani nöqteyi nəzərdən hazırlıq varsa, o zaman oruç tuta bilərlər. Oruç tutan insanlar, elə mənim dost-tanışlarım arasında da az deyil, səhər sahura dura bilmirlər. Bu halda orucun tutulması günah sayılır, oruç tutula bilər, yoxsa bu artıq qəza kimi... Bəli, sahur və iftarın vaxtında edilməsi və yaxud tərk edilməsi orucu batil etmir. Və insan sahura durmayıbsa, o başdan yeməyinə durmayıbsa, yəni imsak etməyibsə, o insan həmin gün yenə də oruç tutmalıdır. Və orucu nəinki pozulmur, əksinə orucu pozsa yanlış etmiş olar. Sonradan iftar zamanı orucunu açmalıdır və növbətdə ümumiyyətlə çalışmalıyıq ki, imsak və iftara oyanaq və vaxtında onları edək. Çünki bu həm də ailənin bir araya gəlməsi, insanların ünsiyyətdə olmasına səbəb olur. Amma birdən üzürlü səbəbdən, ya hər hansı səbəbdən insan sahura oyana bilmirsə, imsak etməyibsə, orucunu yenə də tamamlamalı, tutmalıdır. Hacı, çox vacib bir məqamdır. Mən istədim ki, siz bu suala cavab verəsiniz. Bizim hal-hazırda ümumiyyətlə müəyyən insanlar olur ki, onlar müxtəlif səbəblərdən oruç tuta bilmirlər. Misal üçün, söhbət gedir idmançılardan, yarışa çıxmalıdırlar və yaxud da elə uzağa gedək, əskərlərdən, hansılar ki, böyük düşmənlə üz-üzə qalıblar. Bu insanların oruç tutmaması, ümumiyyətlə bu insanların Ramazan ayında davranış qaydaları necə tənzimlənir? Yəni, bunu bir daha deyirəm, bu bütün dini məsələlər elm əsaslara söykənir və üzürlü səbəblər içində xəstə insanlar, o xəstələr ki, həkimlər onlara orucu qadağan edib və yaxud da hamilə qadınlar, süd verən analar, yaşlı insanlar oruç tutmur və bir də indi müasir hökmlərin içində belə bir hökmlər var ki, ağır işdədir, artıq oruç tutsa taqətdən düşdüyü halda orucunu poza bilər. Yəni, oruç tutanda artıq tam taqətdən düşürsə, bu halda o orucunu poza bilir. İdmançılar qısa bir səfərə gedib orucu pozub məşqlərini davam etdirə bilər. Məsələn, bu belə bir alternativ yoldur və ümumiyyətlə, yəni, oruc tutarkən artıq dözülməz hala çatırsa, orucunu poza bilər. Bəs belə olan halda oruç tutmayan insanlar bunun əvəzini nə ilə ödəməlidirlər? Üzürlü səbəbdən orucunu pozan insanlar bir yoxsul insanı doyurma xəttində hər günün əvəzində bir yoxsul insana
doyurmaq, yanına yardım etmək, bir doyumluq yemək vermək, bu qədər gücü çatırsa bunu eləməlidir. Buna gücü çatmırsa heç nə etməli deyil. Amma üzürsüz səbəbdən oruc pozulursa, məlum olduğu kimi bir gün əvəzində 60 gün oruc və yaxud 60 ehtiyaclı insanı təmin etmək. İbtida, yəni minimum, məsələn, çörəklə təmin etmək. Bu da böyük bir vəsait deyil, yəni imkanı çatan. Amma imkanı çatan insanlar oruc tutmalıdır və bilirsiniz, orucdan ümumiyyətlə çəkinmək də lazım deyil. Bəzən biz kənardan bir ibadətə baxırıq, o bizə qorxulu görünür, amma Allah Quranda buyurur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni, əslində həyatda ümumiyyətlə biz müxtəlif çətinliklərlə rastlaşırıq və oruc çətinliyi digər həyatda olan çətinlikləri asanlaşdırır bizim üçün. Bizim yanaşmalarımız çox önəmlidir. Gələcəyimiz, addımlarımız yanaşmalarımızdan asılıdır və Ramazan ayının orucunu da insan qərar versə tutacaq, görürsən ki, əksinə sonradan aylar keçir, insan darıxır hətta oruc üçün və oruc ay gələndə insanda bir şadlıq olur. Zahirən maddi nöqteyi nəzərdən sevinəcək bir şey yoxdur, insan yemək yemir, özünü məhrum edir, amma insanın ruhu, mənəvi baxımdan dincəlir, insan aram olur və belə bir halda orucunu tutduqda daha da oruca bağlanır, orucu sevir. Amma üzürlü səbəbdən pozulursa, bunu da deyim, bəzi insanlar israr edir. Deyir ki, mən orucumu pozmayacağam. Tutaq ki, həkim deyir, sənə zərərdir, ciddi ziyanı var, oruc tutmaq olmaz. Bu deyir, yox, Allah mənə kömək olar, mən oruc tutacağam. Bu yanlışdır. Yəni, o insanlar günah etmiş olurlar oruc tutmaqla. Əgər həkim bunu xəbərdar edirsə və oruc tutmaqla səhhətinə ciddi zərər vurursa, bu insan mütləq orucunu pozmalıdır və onun orucunu pozması da ibadət sayılır. Çünki Allahın əmri ilə bu işi görmüş sayılır. Niyyət axşamıdır, özünüzlə niyyət etmişsiniz və bu niyyət axşamında insanlarımıza, müsəlmanlara, dindarlarımıza nə deyərdiniz? Ümumiyyətlə, niyyət axşamı əslində əməllərin niyyəti ilə bağlı. Yəni, biz niyyət axşamında niyyət edirik ki, mən bir ay Ramazan ayı boyunca oruç tutacağam Allah rizası üçün, qürbətən ilə Allah. Bu, orucun niyyətidir və niyyət axşamında bu edilməlidir. Eyni zamanda Ramazan ayının birinci gecəsində həm də dualar edilir. İnsanlar, oruç tutacaq insanlar artıq dua edirlər. Ramazan ayının görünəndə xüsusi dualar var, digər ilk gecədə xüsusi dualar var və biz də mən şəxsən özüm əvvəla ibadətimizin qəbul olunmasını diləyirəm Allahdan, hər bir oruç tutan insanın. Sağlamlıq arzu edirəm ki, Allah oruç tutmağı nəsib etsin, bu və gələn illərdə də qismət etsin. Eyni zamanda həmişə bizim arzularımız olurdu Ramazan ayında, işğaldan azad olmuş ərazilərdə, məscidlərdə ibadət edək və keçən ildən artıq qələbədən, zəfərdən sonra bu arzumuz gerçəkləşdi və mənə qismət oldu Şuşa məscidində, yuxarı Gövhər ağa məscidində bayram namazı qıldım və sizin kanal vasitəsilə də yayımlandı. Ölkədə insanlar baxırdı, mən hiss edirdim sanki bütün evlərdən insanlar o namaza qoşulub və bugün də biz işğaldan azad etdiyimiz torpaqlarımızı, ordumuzu, dövlətimizi dua edirik. Çünki xalqına, millətinə, dövlətinə bağlı olmayan insanın imanı da kamil ola bilməz. Ona görə də dualarda ancaq şəxs olaraq özümüzü dua etməyək, mənsub olduğumuz xalqı dua edək, dünya üçün əmin-amanlıq istəməliyik və inanın ki, bu dualar təsirsiz ötüşmür. Dualar həm qəbul olunur, həm bilirsiniz, biz keçən illərdə bunu deyəndə bəzi insanlar məsxərə edir ki, biz neçə il deyəcəyik ki, gələn il filan bayramda Şuşada olaq. Amma görürsünüz ki, bu gerçəkləşdi. Düzdür, sırf təkcə dua etməklə məsələ həll olmur. Dua edib çalışmaqla, qoyduğum məqsədə çatmaq üçün addım atmaqla biz məqsədlərimizə çata bilirik. Amma inanın ki, dualar da təsirsiz ötüşmür. Ona görə də xalqımız üçün əmin-amanlıq istəyirəm. Allahdan istəyirəm ki, bu ayda bizi günah etməkdən qorusun, bizi bir-birimizə daha da mehriban etsin və dünyamızda salamatlıq olsun. Bu biz insanlardan asılıdır və oruc da məhz bizi bu istiqamətdə tərbiyə etmək üçün göndərilib. Bayaq siz də dediniz, Ramazan ayının orucunu tutan insan başqalarına qarşı mərhəmətli olur, aqressiv olmamalıdır, əsəbi olmamalıdır və insanlara əksinə sevinç paylamalıdır. Onun üzündə pozitivlik əlamət olmalıdır, nikbinlik əlamət olmalıdır. Allah oruclarımızı, ibadətlərimizi qəbul etsin.